Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə yenə bir situasiya mətnilə qarşınızdayım. Sualda bizə bu dəfə dağ mövzusundan əlaqəlidir. Deyir ki, Ağdağ sistemi qədim və cavan platforma sahələri arasında şimal-cənub istiqamətində, yəni meridional istiqamətdə uzanan alçaq dağlıq qurşaqdır. Söhbət baxın, burada əslində cavan və qədim platforma sahələri arasında deyirsə, artıq bizim beynimizdə təsəvvür yaranıb hansı dağdır? Meridional istiqamətdə olduğunu da deyir. Bildiyimiz kimi Ural dağlarının şərq sərhədində Qərbi Sibir ovalığı yerləşir. Qərbi Sibir ovalığı cavan platformadır. Qərb sərhədində Şərqi Avropa düzənliyi yerləşir. Şərqi Avropa düzənliyi isə qədim platformadır. Onların ortasında yerləşir Ural dağları. Ağdağ sisteminin adı Ural. Ural dağlarının aid olduğu dağ əmələ gəlmə mərhələsi Kaledon Hertsin, ən yüksək zirvəsi Narodnayadır, yerləşdiyi dövlət isə Rusiyadır. Keçək ikinci suala. Deməli, ikinci sualda Ağdağ sisteminin yerləşdiyi dövlətlərlə həmsərhəd olan dövlətləri istəyir bizdən. 3 dənə nümunə istəyir, amma biz çox yaza bilərik. Məsələn, yaza bilərik Çin, Mongolistan, Azərbaycan, Gürcüstan, Belarusiya, məsəl üçün Norveç, bu kimi ölkələri yaza bilərik. Sahillərini yuyan dənizlər istəyir bizdən. Yaza bilərik Şərqi Sibir dənizi. Sonra ona yaza bilərik, deməli, Laptevlər dənizi. Sonra yaza bilərik ora Oxot dənizi və s. Bu tip dənizləri yaza bilərik. Həmin dövlətə məxsus olan yarımadalara Kamçatka yarımadasını, Taymir yarımadasını, Yamal yarımadasını, Qıdan yarımadalarını yaza bilərik. Ağdağ sisteminin yerləşdiyi ölkənin təbii artım tipi, təbii artım Rusiya təbii artımın birinci tipində yerləşir. Rusiyanın göllərini istəyir bizdən. Ladoqa, Onega göllərini biz yaza bilərik, Baykal göllərini yaza bilərik. Ərazisinə yayılan iqlim qoşaqlarına isə Arktik, subarktik, mülayim iqlim qoşaqlarını yaza bilərik.